Elçin Ama Bey, yeri gelmişken barikat bizim de iti kovanlarımız var da dünen bu Bakı üzerindeki hikayeyle bağlı sizin bilgileriniz nedir? Rəsmi açıqlama biraz sakitləşdirdi, amma baxıram ki, müzakirələr hələ davam ben eləyir. indi mövzudan mövzu keçmək istəyərdim. Bax, Türkiyə nə elədi? K2 adlı möhtəşəm bir kamikadze sursat düzəltdi. Bəli. Dünyada ilk dəfə. Dünyada ilk dəfə. Bu nədir? 2000 kilometre uçur, hedefi vurmayandı geri kaydı. Dünyada ikinci belə kamikadze sursat yoktu. Ve bu Türkiye'nin uğurudur. Ben buna göre sevinirim. Bu benim için çok büyük sevinç mənbəyi. Çünkü Türkiye'nin uğuru benim uğurumdur, Türkiye'nin kədəri benim kədərimdir. Bu belədir ve bütün xalqımızda da belədir. Geldik Bakı üzerinde uçan drona. Sosyal şəbəkələrdə yayılanlar sözün açıq mənim xəbərim olmadı. O dronun falanın, çünkü Bakıda değildim. Ama sosyal şəbəkədə əzizlərin yazdıklarını okudum. Sağ olsunlar əzizlər. Hər bir söz deyir, var olsunlar, təşəkkür edirəm fikirlərə görə. Fəqət əsas fikir budur. Azərbaycan küçələrində, Bakı küçələrində üzr istəyirəm. Bakı küçələrində hər tərəf kamera, müşahidə kamerası. Belə olan yerdə Bakı kimi kiçik şəhərin üzərində moped kimi dırıldayan dronun uçuşuna nə hacət vardı? Adətən dronlar, kəşfiyyat dronları daha yüksəkdə səssiz uçurlar. Razıyam, tamamilə doğrudur. İndi gələk Aygün xanımı da bayaq veriş başlayanda anons etdiyim maraqlandıran sualın cavabını izni şərəfinizlə ona cavab vermək istəyərdim. Azərbaycan hava hücumuna müdafiə qüvvələri 6 eşelondan ibarətdir. Bu 6 eşelondan eşelonlanmış müdafiə qüvvələrinin formatı və fəaliyyəti bir mərkəzdən idarə olunur. Bu mərkəzə son vaxtlar süni intellekt əlavə olunub. Süni intellektədir əldə olunmuş vizual müşahidə, lazer müşahidəsi, peik müşahidəsi, aerofoto müşahidə, aero müşahidə, ümumiyyətlə 14 adlı müşahidənin emalını eyni vaxtda edir və qərarını göndərir. Qərar qəbul edilən operativ qərargaha ki, bu hədəf vurulmalıdır. Biləsiniz ki, bir raketin buraxılmasına dünya ordularında orta hesabla 6-8 mərhələli qərar verilir. Azərbaycanda da, İsraildə də, ABŞ-da da bu qərarların qəbul edilməsi artıq 2-yə indirilib. Məsələn, ABŞ İrana qarşı bu dəqiqə apardığı müharibədə Palantir şirkətinin istehsalı məhsulu olan Moven süni intellektindən istifadə edir. İsrail İrana qarşı apardığı əməliyyatlarda Pasteur adlı xüsusi proqramdan istifadə edir. Bu sadəcə kompüter proqramı deyil, bu nəhəng bir sistemdir. Azərbaycan da indi adını çəkmək lazım deyil, Müdafiə Naziri məsləhət bilər, özü deyər. Azərbaycanda da belə bir sistem qurulub və inkişaf etdirir və belə də biz nə edirik? Gecə vaxtı ən təhlükəli kamikadze sursatları və dronların uçuş zamanı gecə saatlardır. Niyə? Vizual ayırt etmə çətinləşir. Bir var gündüz baxanda göydə səmada nöqtə görürsən, gecə isə onu gör, səsini eşidirsən. Səs eşitməklə kamikadze dronu vurmaq adi o atıcı silahlarının faktiki olarak mümkün değil. Bunu Ukrayna'da sübut etti. Rusya'da görürsün Moskva'ya kadar gelir çatır o dronlar. Bəli, bu gün də Moskva'da vurublar Kazan'a Moskva. kadar gelir. Sibir'e kadar gelirler. Görürlər, səs gəlir amma görmürlər. Eşidirlər səsi amma görmürlər. Və bu məqsədlə də Bakı səmasında moped səsi çıxaran bu dırıldayan dronu uçurtdular ki, vizual ayırt etmə, vizual müşahidə, müşahidə etmə sistemləri necə işləyir? Bir dron, Allah etməsin, gələrsə, o şəhərə çatmamış necə vurulmalıdır? Çünki bizdə, bilirsiniz, biz deyirik də, məsələn, Naxçıvanda hava hücumuna müdafiə sistemi hara baxırdı? Hara lazımdı, ora baxırdı. Əgər söhbət kamikadze sursatlardan gedirsə, dünyanın ən mükəmməl hava hücumundan müdafiə sisteminə malik İsraildə gərək bir dənə dron düşməsin. Gərək bir raket düşməsin. Düşür və partlayır. Bakının da məqsədi bunların qarşısını almaqdır. Buna imkan verməməkdir. Və buna görə də buna seyir uçuşu deyirlər. Ərəblər keşf uçağı deyirlər. Keşif uçağı. Türklər qardaşlarımız keşif deyirlər. Və xüsusi bir dron buraxılır, onun səsi yazılır. Onun şəhər şəraitində yaratdığı əks-səda, dalğa uzunluqları, hertzlər hesablanır və
çox məsələlər, çox məqamlar var ki, bu hava hücumundan müdafiə sistemləridir. Və buna hansı eşelon, necə hazırlıq səviyyəsində olmalıdır, ona uyğun cavab verir. Bəli, indi sual yarana bilər ki, yaxşı, birdən Bakıya raket hücumu olacaq deyən, Bakı üzərində raket atmalıyıq, özümüzü sınamalıyıq. Xeyr, raketlər stasionar ballistik orbita ilə və yaxud da trayektoriya ilə hərəkət edirlər. Hə, hiperses raketləri var. Məsələn, Rusiyada Kinjaldır, İranda Sicildir, Xeybərdir, Xürrəmşəhərdir. Bunlar səsdən 7, 8, məsələn, Xürrəmşəhər 15 dəfə sürətlidir. Və trayektoriyasını dəyişir. Bu da bir ayrı nağıldır Aygün xanım. Allah qoysa, ömrə vəfa eləsə, trayektoriyasını dəyişən raket nağılının mən sizə nağıl olduğunu deyərdim. Çünki raket sürətini və yüksəkliyini dəyişəndə onun sürəti 3 dəfə azalır. Bu adi bir ballistikadır, aerodinamikadır. Ona görə bu kütlə üçün yaxşı, Putin də xoşlayırdı o multikləri də, multfilmləri. İrandakı kimi. Ay Kinjal belə gəldi, o belə getdi. Bu hamısı nağıldır. Fizik üçün, ekspert üçün bu nağıldır. Ona görə də xeyr, raket atılmır. Raket ona ruslar Pragon, ingilislər Sled deyirlər. O xüsusi kompüterlər vasitəsilə hesablanır belə. Amma bu dron şoğərib elə bir şoğəribdir ki, bu şoğəribin uçuşu asta olur. Ona görə o dırıldayır və onu sən ölçməlisən. Və ölçmək üçün də bax bu cür test uçuşları ilə. Ona görə sağ olsun Müdafiə Nazirliyi ki, vaxtında bildirdi ki, narahat olmayın. Uçan, dırıldayan öz dronumuzu dırıldayır. Gecə saatlarında gəldi. Bilirsiniz, mən də həm də insanların biraz psixoloji vəziyyətini də anlamaq mümkündür. 2 həftə öncə Naxçıvana bir hücum oldu. Ondan sonra Xəzər kənarında yerləşir paytaxt. Hətta dünən deyirdilər ki, baxın, paytaxtın köçürülməsi həm də bu məsələyə görə vacibdir. 2 dənə əjdaha oturub faktiki olaraq Rusiya və İran Xəzərdə bizim üçün, paytaxt üçün hər zaman təhdiddir. Bu problemdir Azərbaycan üçün. Bilirsiniz, Azərbaycan cəmiyyətinin ciddi bir hissəsi İranın burada etdiklərini, bura üçün etdiklərini, müsbət mənada demirəm, təbii ki, mənfi mənada deyirəm, çox yaxşı bilirlər və narahatçılıqlar da əsas o istiqamətdən idi ki, əcəba bizə qarşı hansısa bir provokativ addım olacaqmı? Bu provokasiya Azərbaycan necə cavab verəcək? Savaş ortamı mı yaranacaq, Allah qorusun? Yəni, narahatlıqlar kifayət qədər başa düşüləndə, yaxşı ki, qısa zamanda rəsmi açıqlama oldu, səhərə saxlanmadan, yəni cəmiyyət də sakitləşdirdi, amma insanlarımızın da o tədirginliyini kifayət qədər başa düşmək lazımdır. Normal və insanlarımızın əslində narahatçılığı az oldu. Bizim ölkədə hava hücumundan müdafiə sistemi qurulmalıdır. Bakıda sığınacaqlar formalaşmalıdır. Sovet dövründə tikilmiş sığınacaqlara eləyiblər saunalar, kafelər, restoranlar, nə bilim, əyləncə mərkəzləri, min cür. Onların hamısı kürünüb küçüyə atılmalı və onun yerində sığınacaqlar olmalıdır. Biz özümüzü ən pis varianta hazırlamalıyıq. Bakıda sığınacaq məsələsinə ciddi baxılmalıdır. Və Bakıda sığınacaqlar təmizlənməli binaların altında dediyim kimi, hər binanın zirzəmisində bu saat kommersiya obyekti var. Belə olmamalıdır. Bu binanın sakinləri bir təhlükə anında hara getməlidirlər? Bu binanın qara çıxışı deyilən bir yer vardı, liftdən başqa. Onu bağlayıblar və onun qabağında da dayanacaqlardı, pullu dayanacaq eləyiblər. Bunun sonradan hansı faciələrə səbəb olacağını heç düşünən varmı? Bakıda xüsusi sığınacaqlar inşa olunmalıdır. Bunkerlər, əhali üçün. Mütləq şəkildə orada ərzaq, farmasevtik preparatlar, ilkin təcili tibbi yardım vasitələri, içməli su ehtiyatları və s. tədarük toxunulmaz ehtiyat qismində saxlanmalıdır. Biz nəyə güvənirik? Biz hansı dünyada yaşamızdığımızı unutmuşuq ki. Və qaldı ki, paytaxtın köçürülməsini nə edək? Köçə-köçə gedək Papua Yeni Gvineyaya, ən təhlükəsiz yerdir. Gedək Antarktidada eləyək paytaxtımızı. Oraya heç kəs raket atmayacaq. Pingvinlərlə yaşayaq. Bugün məsafə artıq bu hərbi, yeni hərb maşınları üçün o qədər məsafə, o qədər belə də əhəmiyyətsiz bir şeydir ki, siz demiş, olmasın Bakı, olsun Bakıdan 300 kilometr fərqli istiqamət. Olsun 3000 kilometr o yana. Nə fərq edəcək ki? Nəyə dəyişəcək? Biz
düşüncəmizi dəyişməliyik. Yetər Narahatlıq artıq elementi ikidən. kimi Narahatlıq olmalıdır. Bəli, bu çox normaldır. Bu çox gözəldir. İnsanlarımız narahatdırlar. Çünki ətrafda baş verənləri görürlər. Bilirlər ki, iki yaralı yırtıcının arasındayıq. Biri İrandır, biri Rusiyadır. Bunlardan ölkəmizdə yaxşı heç nə gələ bilməz. Bu ölkələrdən yaxşı heç nə gözləməli deyilik. Çünki bu ölkələr daim Azərbaycanın zəifliyini arzulayan və buna can atan və buna çalışan ölkələrdir. Bunu unutmayaq. Ama alverimizi de aparaq, ticarətimizi de aparaq. Bəyəm sizin ya mənim nəslimdə heç sevmədiyimiz qohumumuz yoxdur. Üzünə gülürük. Sadəcə üzünə gülürük, yola veririk də. Və salamdır. Sizdə də var, məndə də var. Qohum gecə 3-də zəngiləyir, yatmırsan. Yox, səni gözləyirəm, bir vaxt gecə 3-də zəngiləyəcəksən. Məsələ də budur. Və ona görə də biz düşünməliyik, öz təhlükəsizliyimizi təmin etməliyik. Ordu ilə xalq bir nə qədər olacaqsa bizə heç kəs qalib gələ bilməyəcək.